Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları, Sumqayıt şəhəri Sokar Polimer Arenadayıq. Misli Premyer Liqasında son turun, mövsümün son turu, 33-cü turun Araz Naxçıvan Zirə maçı ilə qarşınızdayıq. İş elə gətirdi ki, turnir cədvəli baxımından bu qarşılaşma, yəni hansısa bir konkret hədəf uğrunda söhbət daha yuxarı pillələrdə yer alan Zirədən gedir. Hansı ki, ötən tur artıq Neftçinin sabaha qalib gəlməsi ilə son tur çərçivəsində oynanılan bu qarşılaşma eyni zamanda bu oyundan əvvəl keçirilən Kəpəz Neftçi qarşılaşması. Avrokubokları yollanma baxımından hansısa bir artıq prinsipial əhəmiyyət kəsb etmədi. Yəni hər şey bu tura qala bilərdi, amma belə olmadı. Ötən tur Neftçi artıq qələbə qazanmaqla, sabaha məğlub etməklə, çempionluq təmin etmiş, sabaha məğlub etməklə 4-cü pilləni tutacağını rəsmiləşdirdi. Və bugünkü görüşün nəticəsinə gəlincə isə, yəni bu qarşılaşma komandalar üçün turnir cədvəli baxımından hər hansısa bir prinsipial əhəmiyyət kəsb etmir. Yəni udsalar da turnir cədvəlində hansısa bir dəyişiklik olmayacaq. İkinci dəfə start səslənir və bu dəfə hər şey qaydalar çərçivəsindədir. Görüş başladı. Zirə hücum axtarışında Volkovun zərbəsi, amma top qapıdan aralı keçir. Volkov zərbə mövqeyinə çıxdı, amma onun zərbəsindən sonra top qapıdan. Patrik Andrade, Felipe Santos top istəyir, ötürmə getdi Felipe Santos'a. Felipe Santos, amma son anda orada oyundan kənar vəziyyət var. Felipe Santos'a zənnimcə ötürmə bir qədər gec getdi. Yəni daha bəli, burada oyundan kənar vəziyyət var, görünür. Ülvinin qarşısında Elçin var. Ülvi qapıya bax, ara ötürməsi var. Cohen zərbə qarşısı alınır. Top meydandan çıxır, küncdən zərbə olacaq. Müdafiəni mərkəzdən yaramağa çalışdı Araz Naxçıvan. Təhlükəli vəziyyətdə yaratdılar. Son anda Anja Mutsinzi qapı istiqamətinə gedən bu topun qarşısını kəsir. Cinaha göndərir topu. Burada Patrik Andrade var. Andrade qapıya zərbə indirir və gol! Patrik Andrade! Yaxın küncə endirilən zərbə Aydın Bayramov. Çatmadı, topa toxunuş var, amma bu zərbənin qarşısını almaq üçün yetərli deyildi. 1-0. Araz Naxçıvan hesabda önə keçir. Patrik Andrade'dən hiləgər bir zərbə. Yaxın küncün boş olduğunu gördü. Gözləmirdi bunu hər halda Aydın Bayramov. Aydın Bayramov üçün gözlənilməz bir zərbə alındı. Komandasını qoldan xilas edə bilmədi. Və beləcə Araz Naxçıvan hesabı açır. Daha çox hücum edən, oyunun əvvəlindən daha çox təzyiq edən Zirə idi, amma Araz Naxçıvan hesabı açır. Rövlan yoxsa Ceyhun? Rövlandan zərbə və bəxti gətirdi. Burada təbii ki, qapçının da qeydi. Ardınca top dirəyə dəydi və Tərlan Əhmədli təkrar zərbəyə imkan vermədi. Top canlı səddə dəymişdi cərimə zərbəsi yerinə yetirdikdən sonra. Baxaq bir daha istiqamətini dəyişdi. Qapçı və dirək ardınca isə Tərlan Əhmədli topu götürdü. Qapçının müdaxiləsi. Tərlan Əhmədli yaxşı oynadı. Komandasını qoldan xilas edir. Tərlan Əhmədli keçdi. Bir rəqibi Bruno Frankonu keçir. Ceyhun Nuriyev ötürmə. Rövlan Muradov. Rövlan ötürmə gəldi. Qapı qarşısına Tərlan Əhmədli yerindədir. Simakala mübarizəsi. Mutsinzi sürüşdü, yıxıldı və qapıya zərbə və ikinci gol vurulur. Felipe Santos. Hesabı 2-0 çatdırır Felipe Santos. Araz Naxçıvan ikinci dəfə fərqləndi. Və burada indi Ruan Renato'nun, kapitanın yan xətt hakiminə etirazları var. Hakim ona yaxınlaşır. Etiraza görə sarı vərəqə göstərir. Ruan Renato'ya Zirə tərəfdən etirazlar var vurulan bu qolla bağlı. Baxırıq bax burada. Simakala və Ruan Renato'nun top uğrunda bir mübarizəsi var idi. Bir amansız mübarizə getdi burada. Təbii ki, indi VAR-da incələnəcək bu epizod.
Texniki zonada da deyəsən. Kimə yaxınlaşdı? Sarı vərəqə göstərildi deyəsən, texniki zonada da oldu. Köynəndən top çəkildiyini bildirirdi və VAR-a müraciət ediləcək. İzləyək. Simakalanın Roa Renatonun bəli, burada köynəyindən top çəkdiyini görürük. Və hakim bildirir ki, qol qeydə alınır. Top indi oyuna daxil etdi. Patrik Andrade ehtiyatsızlıq etdi. Səhvə yol verir. Volkov! Top qapıdan keçmədi. Son anda Rahil Məmmədov topu boş qapıdan çıxarır. Belə bir səhv və Rahil Məmmədovun həmin o müdaxiləsi. Patrik Andrade səhvə yol vermişdi burada. Topun qəbulunda səhvə yol verdi. Volkovun zərbəsinin qarşısını isə Rahil Məmmədov alır və hesabın dəyişməsinə imkan vermir. Uzaqdan qapıya zərbə var. Amma dəqiq deyil. Ceyhun Nuriyev uzaqdan zərbə endirmək qərarına gəldi. Dəqiq alınmadı. Və birinci hissənin başa çatdığını bildirən ifti səsləndirir Əkbər Əhmədov. Araz Naxçıvan zirə görüşündə birinci hissə 2-0 hesabı ilə Araz Naxçıvanın xeyrinə yekunlaşır. Fit verilir. Araz Naxçıvan zirə maçında ikinci hissə başladı. Top ikisi Barkohen, Simakala. Simakala baxır zərbə mövqeyinə. Zərbə indirir qapçı Aydın Bayramov. Üçüncü qola imkan vermir zirənin qapçısı. Amma çox yaxınlaşdı bu üçüncü qol Araz Naxçıvan. Simakala Felipe Santos'u gördü. Felipe Santos ondan da ötürmə indi. Simakala təhlükəli gəldi Araz Naxçıvan. Simakala'dan ötürmə Mutsinzi kəsdi. Simakala hücum davam edir. Növbət ötürmə qapı qarşısına. Rövlan Muradov burada risk etmir. Topu qapının üzərindən aşırır. Yaxşı bir hücum alındı Araz Naxçıvandan. Martin Junior qarşısı bağlı idi. Nuriyev. Nuriyev zərbə endirir. Dəqiq deyil. Top qapıdan aralı keçir. Anatoliy Nuriyevin zərbəsindən sonra. Episodun təkrarını bir daha izləyək. Yaxın küncə zərbə endirmişdi, amma dəqiq alınmadı. Mərkəzdən hücum davam edəcək. Papunaşvili, qarşıda bir boşluq var. Papunaşvili bir xeyli getdi. Papunaşvili qapıya baxır. Özü zərbə endirdi, amma dəqiq deyil zərbəsi. Kimsə qarşılamadı onu. Boşluq verir Araz Naxçıvan. Təhlükəli bir zərbə endirir Papunaşvili. Digər cinaha göndərilən top. Martin Junior yaxşı qəbul etdi. Cərmə meydançasındadır. Nuriyev. Nuriyev və top qapıdan keçmir. Qola çox yaxınlaşdı. Zirə alınmadı Rahil Məmmədov. Daha bir müdaxilə. Martin Junior əl aşığıdır. Nuriyev və Rahil Məmmədov. Topa ilk zərbəsi. Yerli ötürmə. Mutsinzi və top qapıdan keçir Roa Renato. Hesab arasındakı fərq azalır. Roa Renato fərqləndi. 2-1 olur hesab. Təbii ki, oyundan kənar vəziyyət yoxdur. Oyundan kənar vəziyyətə işarə edən isə Felipe Santos'da, amma oyundan kənar vəziyyəti də pozan elə o özüdür. Roa Renato fərq azaldır. Ötən tur Sumqayıtla maçda 2 gol vurmuşdu. Və ümumilikdə 17 gol. Bu mövsüm isə 8-ci gol. Ülvi İskəndərov topladı. Ondan ötürmə qapı qarşısında Mutsinzi. Ötürmənin qarşısını kəsir, amma top yenidən geri qayıdır və Machado. Uzaqlaşdırıla bilmir bu top. Və Ramon Machado. Hesab arasındakı fərqi yenidən iki topa yüksəldir. 3-1. Golun müəllifi Ramon Machado. Az əvvəl meydana daxil olmuşdu. Baxırıq bir daha episodun təkrarına, bax burada. Uzaqlaşdıra bilmədilər zirə futbolçuları bu topu. Və Ramon Machado önünə düşən topa dəqiq zərbə endirir. Hesab 3-1 oldu. Rahil geriyə götürüm etdi. Ayağı sürüşdü ötürmədən zaman. Martin Junior zərbə endirir.
Qapıcı yerindədir. Tərlan Əhmədli topu götürdü. Fit verildi. Birbaşa qapıya zərbə təhlükəlidir, amma dəqiq deyil. Nuriyevin zərbəsi dəqiq alınmadı. Hər hansı bir təşviş yoxdur. Amma burada qeyri-dəqiq ötürmə var. Eren qapıya zərbə və top qapıdan keçir Martins Junior. Hesab arasındakı fərq azalır. Hər şey isə bir təşviş yoxdur, həyəcan yoxdur dediyim bir məqamda Tərlan Əhmədlinin qeyri-dəqiq götürməsi hesabın dəyişməsilə nəticələnir. Baxırıq bir daha. Bəli, Martins Junior zərbəni endirən odur. Eren özü də zərbə endirmək istəyirdi. Belə demək mümkünsə Martins Junior onu qabaqladı. Və beləliklə fərq yenidən azalır. Machado qaçır topun arxasında çatdı. Zərbə endirir, amma top qapıdan aralı keçir. İsmail İbrahimli zərbə olacaqmı? Eren zərbə və qapıcı Tərlan Əhmədli qola imkan vermir. Amma hücum davam edir. Martins Junior topladı. Geri Ceyhun Nuriyevin zərbəsi yenə olmadı. Nələr baş verir bu oyunun sonlarında? Növbəti zərbə və Tərlan Əhmədli topu götürür. Baxaq, izləyirik. Oyundan kənar vəziyyət yoxmuş kimi görünür burada. Bax, burada Tərlan qoldan xilas etdi komandasını. Ardınca Martins Junior'dan ötürmə endirilən zərbə. Rahil Məmmədov zərbənin qarşısını aldı. Növbəti bir zərbə. Bax, 2 dəfə qapı istiqamət endirilən təhlükəli zərbə. Əvvəlcə qapıcı, daha sonra isə Rahil. Rahilin bu artıq çərçivə gedən səhv etmirsə 3-cü zərbədir. Mübarizə təbii ki xoşdur. Və penalti. Martins Junior'a qarşı kobudluq və penalti. Araz Naxçıvanın qapısına penalti təyin olunur. Hakim epizoda yaxın idi, qarşı kəsən kimsə yox idi, hər şeyi görürdü və dərhal penalti nöqtəsini göstərir. Martins Junior qapıya zərbə endirir və Tərlan Əhmədli! Tərlan Əhmədli komandasını qoldan xilas edir. Gözlə deyir hakim. Olmadı. Nə baş verir, bir aydınlaşdırmağa ehtiyac var. Baxırıq zərbədən əvvəl Ruan Renato. Zərbədən əvvəl daxil olan o idi. Və final səsləndirir. Bax belə, mövsümün son maçında dramatik bir sonluq. Tərlan Əhmədli penaltini uzatma dəqiqələrində dəf etməklə mövsümün son maçında Araz Naxçıvanın 3 hesablı qələbəsi bax beləcə öz töhfəsini verdi. Hər şey könlünüzcə, ürəyinizcə olsun. Yenidən görüşərik. Hələlik.